Salam, hər vaxtınız xeyir olsun. Sertifikasiyaya hazırlaşan müəllimlər və MİQ-ə hazırlaşan MİQ-çilər. Bugün mən sizə Time 2024 kitabından birinci mövzunun izahını vermək istəyirəm. Gəlin baxaq görək, kurikulum nədir? Ümumiyyətlə, biz kurikulumu nə üçün öyrənməliyik? Kurikulum təhsil proqramıdır. Kurikulum təhsil proqramıdır. Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Bu nə deməkdir? Təhsilin məzmunu, yəni mən şagirdə nə öyrənəcəm? Bizə vəsaitdə verilən məzmundan söhbət gedir. Təşkili, yəni necə öyrədəcəm? Bura aiddir müəllimin bütün strategiyası, öyrənmə fəaliyyəti, müəllimin bütün dərsi başdan ayağa qurduğu, yəni necə təşkil etdiyi hər bir proses görsənir, bütün məsələləri özündə əks etdirən və qiymətləndirilməsi, yəni şagirdi necə qiymətləndirəcəm, hansı meyarlardan istifadə edəcəm və s. Konseptual sözü isə daim yenilənən deməkdir. Yəni heç vaxt sabit qalmayan, mütəvadi olaraq yenilənən mənasını verir. Ümumiyyətlə 5 ildən bir kurikulumda yenilənmə aparılır. Ümumiyyətlə kurikulum nə vaxt effektiv olur? Onun aktuallığı olması, praktikliyi olması, davamlılığı olması kurikulumun əsas göstəricilərindən biridir. Niyə ümumiyyətlə kurikulum ənənəvi təhsildən nə ilə fərqlənir? İlk növbədə burada subyekt yanaşması var. Müəllimin şagird üzərində dominantlığı yoxdur. Biz ənənəvi təhsildə öyrəşmişdik ki, müəllim şagirddən bir pillə üstündür. Amma indi elə bir şey yoxdur. Müəllim və şagird qarşılıqlı münasibəti bərabər hüquqludur. Subyekt yanaşmasıdır. Və kurikulumun əsas mövzusu da məhz şagird yönümlü olmasıdır. Ümumiyyətlə, biz kurikulumda öz əksini tapan məsələlər, dərsi necə daha maraqlı keçə bilərik, dərsi necə daha əyləncəli keçə bilərik, dərsi necə daha uşaqların diqqətini çəkən, uşaqlarda maraq doğuran aspektlərdən keçə bilərik. Ən çox kurikulumda bu məsələlər öz əksini tapır. Ümumiyyətlə, UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıdakı meyarları var. Yəni, keyfiyyətli kurikulum hansı meyarlara xidmət edir? Kurikulumun aydın məqsədləri olmalıdır. Yəni, məqsədimizin nə olduğunu biz bilməliyik. Ümumiyyətlə, hər bir şey, məqsədsiz heç bir şey əldə etmək mümkün deyil. Kurikulum bugünkü günün tələblərinə cavab verməlidir. Yəni, adətən bəzən olur ki, müəllimlərdə, bizim vaxtımızda belə oluydu, bizim vaxtımızda elə idi, bizim vaxtımızda qaldı, bizim vaxtımızda. Kurikulumun əsas meyarlarından biri də bu günün tələblərinə cavab verməsidir. Üçüncü meyarından biri kurikulum şagirdlərin, deməli, kurikulum şagirdlərin, bir dəqiqə, bu lövhə ilə də işləmək məni çox incidir. Üzürü sayın, lövhə təzədə hələ tam dilini tutmamışam. Bugünkü və gələcək həyatları, təcrübələri arzu və istəklərinə uyğunlu olmalıdır. Yəni, şagirdin marağı, arzusu, istəyi mütləq nəzərə alınmalıdır. Kurikulum yaşadığı ölkənin tarixi, mədəniyyətini nəzərə almaqla şagirdləri sosial və iqtisadi baxımdan firavan gələcək qura biləcək bir məqsədləri olmalıdır. Kurikulum ədalətli olmalıdır, inklüziv olmalıdır. Yəni, şagird fərqliliyindən asılı olmayaraq hər kəs üçün əl çatan olmalıdır. Eyni zamanda şagird yönümlü olmalıdır. Bunu bayaq dedik, şagirdlərin yaşı, ehtiyacı, maraqları, potensialları nəzərə almalıdır. Kurikulum açıq və çevik olmalıdır. Eyni zamanda kurikulum ardıcıl və əlaqəli olmalıdır. İndi isə gəlin, biz sizlə kurikulumun prinsipləri haqqında danışaq. Görək kurikulumun hansı prinsipləri var. Deməli, kurikulumun müəllimlər 6 prinsipi var. Baxın, kurikulumun 6 prinsipi var. Bizə lazım olan əsas məsələ bu olduğuna görə mən çox uzun-uzadı danışmaq istəmirəm. Bu 6 prinsipi göz önünə qoyaq. Birinci prinsipimiz şagird yönümlülük prinsipidir. Gəlin görək şagird yönümlülük prinsipi nədir? Bu prinsipi mən sizə lövhə üzərindən izah edəcəyəm. Keçirik lövhəyə. Kurikulumun prinsipləri əvvəlcədən yazmışam. Gəlin görək şagird yönümlülük prinsipi nədir? Şagird yönümlülük prinsipində 2 əsas məsələ öz əksini tapmalıdır. Birinci, şagirdin tələb və maraqlarının nəzərə alınması. Yazıram, maraq və tələblərin nəzərə alınması.
Birinci diqqət elədiyimiz məsələ şagird yönümlülük prinsipində şagirdlərin maraq və tələblərinin nəzərə alınmasıdır. İkinci diqqət eləməli olduğumuz məsələ potensial və istedadlarının nəzərə alınması. Potensial və istedad. İndi mən sizə nümunə göstərəcəm ki, görün burada söhbət nədən gedir. Deməli, maraq və tələb nədir? Yəni şagirdlər, məsəl üçün bu günləri mən dərsi cütlərlə qurmaq istəyirəm. İş forması olaraq axşamdan gündəliyimdə yazmışam cütlərlə iş, cütlərlə işlə tapşırıqlar hazırlamışam və s. Lakin şagirdlər deyir ki, müəllimə, bugün biz qrupla işləmək istəyirik, bizə əməkdaşlıqla işləyəndə daha yaxşı, aydın olur və s. Onların maraqlarını nəzərə almalıyam. Və yaxud da ki, esse yazı yazdırmaq istəyirəm, mövzunu seçərkən şagirdlərin də fikrini öyrənməliyəm, görüm onların maraqları nəyə uyğundur və s. Və bugünkü tələbləri də nə etməliyik, qarşılamalıyıq. Bu, maraq və tələblərin nəzərə alınmasıdır. İkinci məsələ potensial və istedadların nəzərə alınması. Yəni, tutaq ki, mən tarix müəllimiyəm. Tutaq ki, həqiqətən də mənim sinifimdə belə uşaq var. Mən mövzu vermişəm öyrənməyə, amma uşaq xəritə çəkir, gətirir mənə. Çox gözəl xəritələr çəkir, dünya xəritəsini çəkir, ölkələrin xəritəsini çəkir, döyüş səhnələrini sxemləşdirir, çox maraqlı qrafiklər yazır, gətirir. Amma gündəlik dərsə o dərəcədə də aktiv olmur. Amma bu fəaliyyəti var və bu potensialdır, bu istedaddır. Mən əgər müəllim olaraq bu potensialı inkişaf elətdirmək istəyirəmsə, uşağa düzgün rəy verməliyəm, istiqamət verməliyəm, onun bu çəkdiyi əziyyəti, bu potensialını qiymətləndirməliyəm. Yox, mən əgər bu potensialı məhv eləmək istəyirəmsə, elə bir dənə rəy bəs edir ki, bu nədir mən çəkib gətirmirsən, nəyimə lazımdır xəritə mənim, xəritə kitabda vardan onsuz da mən sənə dərs öyrən demişdim və yaxud da filan tapşırığı hazırla demişdim. Bu artıq şagirdi həmişəlik o potensialını məhv etmək deməkdir. Ümumiyyətlə, kurikurum deyir ki, şagirdin marağının və potensialının olduğu sahəyə onu yönləndir. Sən onu məcbur eləmə ki, sən həkim olmalısan, sən memar olmalısan, sən mühəndis olmalısan. Şagirdin marağı haradır, potensialı haradır, həvəsi haradırsa, biz o istiqamətdə rəylər verməliyik, o istiqamətdə nə etməliyik? Şagirdlərimizi yönətməliyik. Xəttimə görə üzrlü sayın, çünki həqiqətən də çox bərbad xəttim var. Ancaq bəzi internet sosial şəbəkələrdə görürəm ki, deyir, xətti pis olan çox savadlı olur. Bundan özümüzə təsəlli alırıq. Xətt bizə böyük bir problemdir. İkinci prinsipimiz nədir müəllimlər? İkinci prinsipimiz şəxsiyyət yönümlülük prinsipidir. Şəxsiyyət yönümlülük prinsipi deyəndə bəzən müəllimlər elə başa düşür ki, şagirdə şəxsiyyət kimi yanaşmaqdan söhbət gedir. Xeyr, bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şagirdi şəxsiyyət kimi yetişdirmək. Yəni, mahiyyət şagirdi şəxsiyyət kimi yetişdirməkdən gedir. Necə yetişdirməliyik biz bu şagirdi şəxsiyyət kimi? Gəlin, buna da bir aydınlıq gətirək görək, biz bu şagirdləri şəxsiyyət kimi necə yetişdirməliyik? Allahım, nədir mənim bu lövhədən çəkdiklərim? İstəyirəm ki, biraz böyüdüm, daha yaxşı görəsiniz monitorlardan. Deyir, o qaş düzəltmək əvəzinə vurub göz çıxardıram, hə, belə əla oldu. Gəlin, baxaq görək, şəxsiyyət yönümlülük nədir? Yenidən qaydırıq lövhəmizə. Aha, şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülükdə də iki əsas məsələyə diqqətli olmaq lazımdır. Birinci məsələ. Şagirdin idrak, ünsiyyət, bir də psixomotor bacarıqlarını, bacarıqlarının inkişaf etdirilməsi. Deməli, biz birinci istiqamətdə nə etməliyik? Şagirdin idrak, ünsiyyət və psixomotor bacarıqlarını inkişaf etdirməliyik. Nə deməkdir bu müəllimlər? Bir dəqiqə yazıb qutarsam sizə geri dönəcəm. Deməli, idrak deyəndə şagirdlərin, yəni zəkasını inkişaf elətdirməliyik, idrakını, dərk etməsini, düzdürmü? İdrakını inkişaf elətdirməliyik. Ünsiyyət, yəni sosiallaşmalıdır, öyrəndiyi informasiyanı ötürmək bacarığı olmalıdır, qəbul etmək bacarığı olmalıdır, əməkdaşlıq, ünsiyyət bacarıqları olmalıdır. Üçüncü isə psixomotor, yəni hərəki bacarıqları, mimikalar, jestlər və s. Şəxsiyyət kimi biz şagird yetişdirmək istəyiriksə, bu üç aspektdən biri olmasa, biz o şagirdi şəxsiyyət
hesab edə bilməliyik. Niyə? O insan ümumiyyətlə. Baxın, təsəvvür eləyin ki, bir şagirdimiz var, mövzunu çox gözəl öyrənib. Hardan bilirik gözəl öyrənib? Test vermişik, 10 dənə testin 10'unu da düz işləyib, 20 dənə testin 20'sini düz işləyib. Amma şagirdə sual veririk, şagird öz fikrini ifadə edə bilmir. Şagirdi qrup işinə cəlb edirik, qrup içində sakit oturur və qoşulmur uşaqlara, əməkdaşlıq etmir, ünsiyyət etmir. Deməli, şagirdi biz nə eləmişik? Şəxsiyyət kimi yetişdirə bilməmişik. Çünki şagirdin ünsiyyət bacarıqları zəifdir. Və yaxud da ki, fiziki tərbiyə dərsində deyirəm ki, Tural uzundan tullanma hərəkətlərini bilir, qaydasını bilir, lakin hərəkəti icra eləyə bilmir. Bütün şagirdlər icra edir, lakin Tural utancaqlıq edir, durur kənarda və s. Deməli, Turalın psixomotor bacarıqları zəifdir. Bu da nə deməkdir? Yəni, şagird bir şəxsiyyət kimi yetişə bilməyib. Ona görə də biz şagirdi bu 3 istiqamətdə nə etməliyik? İnkişaf etdirməliyik. İkinci bir məsələ isə milli və bəşəri dəyərlər məsələsidir. İnsanın şəxsiyyət kimi yetişməsi üçün milli və bəşəri dəyərləri bilməsi çox önəmlidir. Milli dəyərlərimiz nədir? Milli dəyərlərimiz nədir? Yəni, adətlərimiz, ənənələrimiz, bayramlarımız, milliyyətimizlə bağlı hər şey, vətənimizə olan sevgi, dövlətimizə, dövlətimizin qanunlarına, dövlətimizin himni, dövlət rəmzlərinə, tarixinə, mədəniyyətinə qayğı, sevgi, məsəl üçün şəhidlərimizə hörmət və s. Bunlar hamısı milli dəyərlərimizdir bizim. Tutaq ki, deyir müəllim, şagirdləri götürür 20 yanvar faciəsi günü, aparır şəhidlər xiyabanına, şagirdlər qərənfil qoyurlar, şəkil çəkdirlər, ziyarət edirlər. Amma şagirdlər buranın nə olduğunu bilmirlər, nə üçün gəldiklərini bilmirlər. Və biz onlarda deməli ki, nə eləmirik? Şəxsiyyət yönümlülük prinsipini pozmuş oluruq. Və yaxud da ki, şagird hansısa bir milli bayramımız haqqında, Novruz bayramı haqqında, Qurbanlıq bayramı haqqında məlumatsızdır. Bizdən soruşur, amma biz onu cavablandırmırıq və şagirdin sualına yayınırıq, başqa bir mövzuda danışırıq. Deməli, biz şagirdi nə edirik? Şəxsiyyət kimi yetişdirməyə çalışmırıq. Bəşəri dəyərlər də ki, bilirik də, bəşəri dəyərlər nədir? Yəni, bütün bəşəriyyətdə ortaq dəyərlər var ki, bunlar nitq-etiket qaydalarıdır, humanizmdir, tolerantlıqdır və s. Bunlar hamısı da nədir? Bəşəri dəyərlərdir ki, hansı ki, bəşəriyyət tərəfindən nə götürülür? Bir ümumi dəyər kimi götürülür. Dini dözümlülükdür və s. Müxtəlif mədəniyyətlərə hörmət və s. Bunlar da bəşəri dəyərlər sayılır. Keçdik növbəti prinsipimizə. Növbəti prinsipimiz nəticə yönümlülük prinsipidir. Nəticə yönümlülük prinsipi nədir? Dərsin sonunda şagirdin çatmalı olduğu bilik və bacarığın əvvəlcədən müəyyənləşdirməsidir. Burada nə yazır? Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir. Burada niyə ümumi yazıb? Çünki təlim nəticəsi bir dənə akademik dərs saatı üçün nəzərdə tutulur. Buna xüsusi təlim nəticəsi deyirik. Bir də ümumi təlim nəticələri var. Təhsil səviyyələri üzrə təlim nəticələri, məzmun xəttləri üzrə təlim nəticələri və ilin sonu üçün təlim nəticələri. Ona görə də burada ümumi yazılıb. Yəni, burada nəzərdə tutulan nailiyyətlərin əvvəlcədən müəllim tərəfindən müəyyən edilməsi nəticə yönümlülük prinsipi adlanır. Nəticə yönümlülük prinsipində də bizim deməli, önəm verməli olduğumuz məsələ nədir? Təlim nəticəsini şagirdlərə mütləq elan etməliyik. Təlim nəticəsi şagirdlərə mütləq elan edilməlidir. Yəni, bu nə deməkdir? Biz dərsin əvvəlində təlim nəticəsini şagirdə nə edirik? Əvvəlcədən elan edirik. Deyir ki, məsəl üçün, Ülviyə müəllimə dərsə girdi, lakin təlim nəticəsini elan etmədən dərsini qurdu, keçdi və sonda şagirdlər məlum oldu ki, təlim nəticəsinə çatmayıblar. Ülviyə müəllimə Azərbaycan dil müəlliməsidir və mövzusu təlim nəticəsi belədir. Mətndə durğu işarələrinin yerini düzgün müəyyənləşdirir. Bir mətn verilib, durğu işarələrinin yeri ya səhv verilib, ya da ümumiyyətlə verilməyib. Təlim nəticəmiz budur. Mətndə durğu işarələrinin yerini düzgün müəyyənləşdirir. Qoyur o təlim nəticəsini yazın bura. Deməli, mətndə durğu işarələrinin yerini, durğu işarələri bilirik də nədir? Yəni, nöqtə, virgül, nida, sual işarəsi, durğu işarələrinin
yenə deyirəm, xəttimə görə üzrü sayın. Onsuz da xəttim pisdir, biraz da lövhə xəttimi pis günə qoydum. Baxın, bu cür bir təlim nəticəsi var, amma Ülviyə müəllimə bunu lövhəyə yazmayıb və mətni şagirdlərə paylayıb. Mətn ola bilsin dərslikdədir, ola bilsin paylayıcı materialdadır, ola bilsin elektron vasitə ilə təqdim edibdir, lap belə şey mətn ola bilər, səsli mətn ola bilər, video-vizual mətn ola bilər, fərqi yoxdur. Əgər mən, şagirdin biri mən, elə bilin ki, mən şagirdəm 7-ci sinifdə oxuyuram. Bu təlim nəticəsini bilməsəm, mən o mətndə durğu işarələrinə baxacaqmı? Xeyr. Təlim nəticəsini bilməsəm, mən mətni oxuyacam, mətnin məzmununu əzbərləyəcəm, düzdürmü? Əzbərləmək deyəndə, yəni nəql eləyəcəm. Və müəllim sonda görür ki, şagird təlim nəticəsinə çatmır. Niyə? Çünki şagird bilmir ki, mətndə onun diqqət etməli məqam durğu işarələridir. Şagird hardan bilsin bunu? Deməli, biz nə etməliyik? Əvvəlcədən təlim nəticəsini şagirdlərə elan etməliyik. Növbəti prinsipimiz nədir müəllimlər? Növbəti prinsipimiz inteqrativlikdir. İnteqrativlik sözü, bəzən müəllimlər bunu interaktivlik deyir. İnteraktiv təlimdir, başqa bir şeydir. İnteraktiv təlim, müəllim-şagird aktivliyi olan, qarşılıqlı öyrənmə baş verən təlim mühitidir. Bu inteqrativlikdir, yəni inteqrasiya. İnteqrasiya təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. Bu biraz elmi cümlədir. Gəlin bunu bir qədər neyniyək? Sadələşdirək. İnteqrasiya. İnteqrasiya, yəni əlaqələndirmə. Müəllim keçdiyi mövzunu neyniyir? Əlaqələndirir. Qarniyenin öyrənmənin şərtləri nəzəriyyəsində çox gözəl bir cümlə var. Öyrənmə boşluqda baş verə bilməz. Bu cümlədən çox xoşum gəlir. Həqiqətən də öyrənmə boşluqda baş verə bilməz. Nə isə öyrədiriksə şagirdlərə, mütləqdir ki, ondan əvvəl onların həmin biliklə əlaqəli bir bazası var. Məsəl üçün, mən Manna dövlətinin yaranmasını keçirəm, 6-cı sinifdəyik. Manna dövlətinin yaranmasını keçirəm. Mütləqdir ki, şagirdlərin Manna dövləti ilə bağlı ilkin bilikləri var. Çünki 5-ci sinifdə də bunu keçmişik. Ümumiyyətlə, dövlət nədir, dövlətçilik ənənələri nədir? Bu haqda mütləq ki, əvvəlki biliklərdə məlumatlar var. Ona görə də biz mütləq şagirdləri inteqrasiyanı öyrətməliyik, əlaqələndirmə aparmalıyıq. Eyni zamanda bunu təkcə fənnimizlə deyil, digər fənlərlə də aparmalıyıq, həyatla da əlaqələndirməliyik. İnteqrasiyanın 3 növü var. Bugün çox uzun-uzadı inteqrasiyadan danışmayacağım. Amma növlərini də yazıram bura. Fən daxili inteqrasiya, deməli, fən daxili inteqrasiya. İkincisi, fənlər arası. Fənlər arası. Deməli, fənlər arası. Üçüncü inteqrasiyamız isə fən üstü inteqrasiyadır. Nə deməkdir fən daxili, fənlər arası və fən üstü inteqrasiya? Deməli, fən daxilinin 2 növü var. Fən daxilinin də 2 növü var. Şaquli, üfüqi. Bugün adlarını bilsəz bəs eləyir. Gələn dərsimizdə alt standart, məzmun xətti alt standart və təlim nəticəsi olan dərsimizdə əsas standart biz inteqrasiyaya toxunacağıq. Çünki inteqrasiya alt standart əsasən aparıldığına görə, alt standartın funksiyasından biri olduğuna görə daha geniş keçəcəyik. Bugün sadəcə xırda izah verəcəm. Fən daxili aydın məsələdir. Yəni bir fənin daxilində şaquli nə deməkdir? Şaquli xətt necə olur? Belə olur. Yəni siniflər arası. Tutaq ki, 7-ci sinifdəyəm, 6-cı siniflə əlaqələndirəm öz fənnimi. Bu olacaq şaquli inteqrasiya. Üfüqi isə bu cür xətdir. Yəni tutaq ki, 8-ci sinifəm, 8-ci sinifin daxilində sentyabr ayında, indi noyabr ayındayam, sentyabrda keçdiyimə qayıdıramsa, bu nədir? Bu da üfüqi inteqrasiyadır. Fənlər arasında aydın məsələdir. Yaxın fənlərin bir-birinə əlaqələndirilməsi, məsələn, uzaq fənlər də ola bilər. Məsələn, mən tarix müəllimiyəm, adətən biz ədəbiyyata inteqrasiya edirik, coğrafiya inteqrasiya edirik. Amma olur ki, biz riyaziyyata da inteqrasiya edirik, informatikada inteqrasiya edirik. Yəni, mövzumuz hansı fənnin məzmun xəttlərinə əlaqələndirmək mümkün olursa, biz nə etməliyik? Fənlər arası inteqrasiya etməliyik. Ən effektiv inteqrasiya isə fən üstü inteqrasiyadır. Niyə? Çünki fən üstü inteqrasiya həyatla əlaqələndirmədir. Yəni, hansısa keçdiyimiz mövzunu şagirdin həyatı ilə əlaqələndiririk. Yəni, həyatda baş verən ümumi məsələlərlə əlaqələndiririk. Bu zaman daha yadda qalan olur, çünki daha praktik olur məsələ. Bu da oldu inteqrasiya. Gəldik növbəti prinsipimizə, tələb yönümlülük prinsipi.
Tələb yönümlülük deyəndə, yəni fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyaclarının nəzərə alınması. Nə deməkdir fərdin, dövlətin və cəmiyyətin dəyişən ehtiyaclarının nəzərə alınması? Yəni, fərd kimdir? Şagirddir. Düzdürmü? Fərd şagirddir. Fərd. Yəni, şagirdin dəyişən tələb və ehtiyaclarını nəzərə almalıyıq. Müasir, indiki dövrə cavab verən. Cəmiyyətin, yəni biz təkcə bir şəxsin, belə deyək, bir şəxsin nailiyyəti üçün deyil, ümumiyyətlə cəmiyyətin nailiyyəti üçün təhsil veririk. Təhsil nədir? Təhsil cəmiyyətin dayağıdır. Təhsil cəmiyyətin gələcəyidir. Və cəmiyyətin də dəyişən tələbləri mütləq nəzərə alınmalıdır. Eyni zamanda da dövlətin nəyi? Dəyişən tələbləri nəzərə alınmalıdır. Mütləqdir ki, təhsil müasir indiki 21-ci əsrin tələblərinə cavab versin. Məsələn, İKT-dən istifadə. Bu müasir dövrün tələbidir. Mən necə imtina edə bilərəm İKT-dən ki, yox, mən İKT-dən ümumiyyətlə istifadə eləmək istəmirəm, bu mənim nəyimə lazımdır və s. Müasir dövrün tələbidir ki, şagirdin özü belə, fərdin özü belə maraqlıdır İKT-yə. Niyə? Çünki müasir uşaqlar sevirlər, məsələn, onlayn resurslar üzərində işləsinlər, onlayn platformalar üzərində işləsinlər, əyləncəli viktorinalar şəklində dərsin qurulmasını istəyirlər və s. Yəni, söhbət tək İKT-dən getmir, amma bir nümunə üçün deyirəm. Yəni, müasir dövrün tələbi bu olduğuna görə, dövlətin, cəmiyyətin tələbi bu olduğuna görə biz o dərsimizi həmin tələblərin hər birini nəzərə alaraq eləməliyik, qurmalıyıq. Və sonuncu prinsipimiz nə olacaq? Qiymətləndirmə. Qiymətləndirmə təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni, bu bir standartdır. Ümumiyyətlə, standart sözü dəyişməz deməkdir. Qiymətləndirmə dövlət tərəfindən tələb olunur və müəllim mütəmadi olaraq şagirdin nailiyyət səviyyəsini qiymətləndirməlidir. Qiymətləndirmə haqqında da çox böyük bir mövzumuz var, çox geniş bir mövzumuz var. Qiymətləndirmə çox geniş mövzudur, o haqda çox ətraflı keçəcək. Bugün amma bir dənə qısa özət keçim üstündən. Qiymətləndirmənin müxtəlif növləri var. Milli qiymətləndirmə var, beynəlxalq qiymətləndirmə var, yekun qiymətləndirmə var. Bir də məktəb daxili qiymətləndirmə var. Bizə lazım olan məktəb daxili qiymətləndirmədir. Çünki biz ümumi təhsilin müəllimləri olduğumuz üçün bizə məktəb daxili qiymətləndirmə daha önəmlidir. Bunu daha ətraflı bilməliyik. Ona görə sizə deyim ki, hər birimiz bunu bilirik. Bilməyənlərin nəzərinə çatdırım ki, məktəb daxili 3 cür qiymətləndirmə var. Diaqnostik, formativ, hansı ki biz bunu hər gün etməliyik və summativ qiymətləndirmə. Summativin 2 növü var, aydın məsələdir. Kiçik summativ, buna qısa deyirik KSG və böyük summativ BSG. Bax, bu qiymətləndirmə məktəb daxili qiymətləndirmədir, aparılması vacibdir, diaqnostik şagirdlərin hazırki vəziyyətini müəyyənləşdirmək, zəif və güclü tərəflərini müəyyənləşdirmək, ona uyğun planlama qurmaq, formativ şagirdi olduğu yerdən olduğu yerə aparmaq üçün daim şagirdə stimul verən rəylərlə, meyarlarla aparılan qiymətləndirmədir. Summativ isə şagirdlərin bölmələr üzrə bölmələr üzrə ümumi nailiyyət səviyyəsinin artıq burada kəmiyyətlə ölçülməsidir. Çünki summativdə artıq kəmiyyət var, yəni rəqəm var. Summativin 2 növü var. Kiçik summativ müəllim tərəfindən aparılır. 3 həftədən tez, 6 həftədən gec olmayaraq, bir yarım ildə 6 dəfədən çox, 3 dəfədən az olmayaraq. Böyük summativ isə ildə 2 dəfə birinci və ikinci yarım illərin nəticələrinin nailiyyətini ölçmək üçün rəhbərlik tərəfindən aparılır. Çox uzun-uzadı danışmağa ehtiyac yoxdur. Kurikulum nə olduğu bu qədər bilsəz kifayət edir. Diqqətinizə görə təşəkkür edirəm. Nə qaranlıq məsələ varsa, çox xahiş edirəm, rəy bölməsində yazın. Qaranlıq qaldığınız məsələlərə aydınlıq gətirməyə maksimum çalışacağım. Çox sağ olun.